بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الحمد لله الذي بعث رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره الكافرون ولو كره المشركون والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. İmam İbn Battah rahimehullah İbanetül Kübrasında çox mühüm, çox aktual bir mövzuya toxunmuşdur. Elə bir mövzu ki, demək ki, bu qədimdən bəri, imamın dövründən bəri günümüzə qədər davam edən bir mövzu. Hətta oxuduqca zənn edirsən ki, sanki imam bizim zamanımızda yaşamış və bu cür insanları və bu cür məsələlərə şahid olmuşdur. Və bunu oxuduqca anlayırsan ki, bu məsələlər və bu cür insanlar hər zamanda mövcud imiş və sələf də belə məsələlərdən və belə insanlardan çəkindirib. Mənsur İbn Zədən rahimehullah buyurur ki, Həsən el-Basri belə dedi: "Şirar ibadillah yettabi'un şirar el-mesail, yu'mun biha ibadallah azza və cəllə." Allahın qullarından ən şərliləri, Allahın qulları içərisində ən şərliləri şərli məsələlərə, şərli suallara tabi olarlar və onları Allahın qulları arasında ümumiləşdirərlər. Şərli suallarla məşğul olarlar, işləri, gücləri ancaq fitnəli, şərli suallar vermək olar və həmin məsələləri, həmin sualları insanlar arasında ümumiləşdirərlər. Nədir şərli suallar, qardaşlar? Şərli suallar dedikdə qəsd olunan nədir? İki şey. Burada şərli suallar dedikdə iki növ sual qəsd olunur. Bir, onu bilməyin insana heç bir faydası olmayan və ondan cahil qalmağın da heç bir zərəri olmayan suallar. Elə suallar verirsən ki, elə suallarla məşğul olursan ki, elə bir məsələlərə dalırsan ki, onu bilməyin sənə heç bir faydası, ondan cahil qalmağın da heç bir zərəri yoxdur. İki, olmamış və ya olmayacaq məsələlər. Olmamış və ya olmayacaq suallar vermək. Ali bin Hüseyin Əl-Qahtan rahimehullah buyurur ki, Yahya bin Muaz Ər-Razinin belə deyərkən eşitdim. İnsanlar 5 təbəqədir. 4-ündən uzaq dur, birisindən ayrılma. 4-ündən uzaq dur, birisindən ayrılma. 4-cü təbəqəyə gəldikdə isə, hansı ki uzaq durması gərəkli olan 4-cü təbəqəyə gəldikdə isə, onlar dini məsələlərdə dərinliyə dalanlardır. İnsanları öz anlayışlarına tabi olmağa məcbur edər, zəif əqilləri və əksik zəkaları ilə incə məsələlərdən danışarlar. Möminlər onlardan hükmüş, alimlər onlarla oturmağı qadağan etmişdir. Onlar vəsvəsə əhli olub çaşqınlıq içərisindədirlər. Yenə Məsruq rahimehullah buyurur ki, Səəltu Ubey ibn Kəbə ani şeyin. Ubey ibn Kəbdən bir şey haqqında soruşdum. Ubey ibn Kəbdən bir şey haqqında soruşdum. Fəqal, əkənə həzə? Dedi ki, bu baş veribmi? Qultu lə, dedim ki, xeyr. Qalə, fəicmənnə həttə yəkunə fəizə kənə ictəhədnə rəaynə. Dedi ki, əgər baş verməyibsə, onda bizi tərk elə. Bizimlə işimiz olmasın, işin olmasın. Həmin şey baş verərsə, gələrsən, ictihad edərik, öz rəyimizi sənə bildirərik. Yəni, olmamış bir şey haqqında sələf cavab verməkdən çəkinərdi. Olmamış bir şey haqqında verilən suallardan uzaq durardı, həmin suallara cavab verməzdilər. Yenə Tavus rahimehullah buyurur ki, Qalı Ömər ibn Xattab. Ömər ibn Xattab dedi ki, La təsəlu an əmri ləm yəkun. La təsəlu an əmri ləm yəkun. Olmamış bir şey haqqında soruşmayın, sual verməyin. Fəinnəl əmrə izə kənə a'anəllah leyhi. Əgər bu şey baş verərsə, Allah sizə yardım edər. Bir şey başınıza gəlmiş bir şey baş verərsə, Allah bu işdə sizə yardım edər. Və izə təkəlləftum mə ləm tubtilu bihi və vəkkiltum ileyhi. Əgər imtihan olunmadığınız şey haqqında soruşarsanız, imtihan olmadığınız, başınıza gəlməyən şeylərin külfətinə girərsəniz, onu özünüzə yükləyərsəniz, onu həvalə edilərsiniz. Allah Əzə və Cəllə sizi ona həvalə edər. Yəni, baxın qardaşlar, yəni bu bizim zamanımızda dəfələrlə baş verib yoxsa yox? Əlbəttə ki, baş verib. Falan şey
olmamış bir şey hakkında hükümler icat edip bunu insanlar üzerinde ümumileştirip insanları bununla mükellef tutup bu meseleleri dinde mühüm bir mesele, dinde bilinmesi zaruri olan bir mesele halına getirip, hansı ki bu heç vaxt baş verməyib, heç kəsin başına gəlməyib, parça olan, birbirini təkfir edən, birbirine buğz edən qövmlərə baxın. Falan şey küfürdür deyən neçə insanlar gördük ki, Allah Azze ve Celle o şeyle onu imtihan etti ve onu bülbül kimi etdilər. O küfrü etdilər. Ona göre Ömer bin Xattab radiyallahu anhu buyurur ki, olmayan şeylerle özünüzü mükellef tutmayın. Olmayan meseleler hakkında soruşmayın. Eğer başınıza gelirse Allah yardım eder. Yok, olmayan şeyler, başınıza gelmeyen şeylerle özünüzü mükellef tutarsanızsa, elə ona havale olarsınız. Yine Harice İbn Zeyd İbn Sabit rahimahullah buyurur ki, söyle Zeyd İbn Sabit an şey. Zeyd İbn Sabit radiyallahu anhu'dan bir şey hakkında soruşuldu. Fekal ekâne hâzâ, dedi ki bu şey baş verip mi? Vakîle la, değildi ki hayır. Fekal da'hu hatta yekûne fe innemâ heleke men kâne qablekum bi ennehum qâsû mâ lem yekûn bimâ kad kâne hatta terekû dinallah. Dedi ki eğer olmayıpsa olana kadar bizi terk ele. Olana kadar bunu terk ele. Bu meselelerden soruşma. Bu meselelere dalma. Çünkü sizden evvelkiler sadece olmayan şeyler hakkında soruşarak olmayan şeyleri olan şeylerle kıyas etmekle Allah'ın dinini terk ettiler ve helak oldular. Sizden evvelkileri helak eden şey nedir? Olmayan şeyler hakkında soruştular. Olmayan şeyleri, olmuş şeyleri kıyas ettiler ve bununla azdılar. Allah'ın dinini terk ettiler. Yine İmam Şa'bi rahimahullah buyuruyor ki, sel amme kâne, olmuş şeyler hakkında soruş. Ve la tes'al amma lem yekun ve la yekun. Olmayan ve olmayacak şeyler hakkında soruşma. Yani bakın kardeşler, İmam buyuruyor ki, sizden evvelkileri helak eden şey olmayan şeyler hakkında soruşmak, olmayan meselelere dalmak, başlarına gelmeyen şeyleri gündem etmek oldu. Ki onlar helak oldular, Allah'ın dinini terk ettiler. Bugün ümmetin bu hala düşmesinin sebebi nedir? Bu değilse başka nedir? Olmayan, baş vermeyen şeyler hakkında sual vermek. Elə suallar verirler ki, elə şeylere dalırlar ki, yani adam dəhşətə gəlir ki, yani bu senin neyine lazımdır? Bir de görürsen biri sual yazır. Yani başıma gelmiş ve daima şahit olduğum şeyler olduğu için bunu deyirəm. Daima mənə verilən, mənə yönləndirilən suallar olduğu için bunu deyirəm. Allah'a həmd olsun, belə suallara cavab verməkdən qaçıram və qaçmışam. Yani sadece deməyim odur ki, bu cürə məsələlərə dalıb həlak edənlərin gününə baxın. Adam sual verir, deyir qardaş, aramızda ixtilaf baş verib. Burada insanlar birbirini təkfir edir. Nədir məsələ? Namus ikrahtır mı yoksa yok? Biri deyir namus ikrahtır, o biri deyir xeyr, namus ikrah değil, namus ikrah görən kafirdir. Soruşuram, qardaş, bu hala düşmüş kimsə var, elə bir müsəlman var ki, namusu ələ keçirilib, bundan küfür tələb edirlər. Bunun da ikrahı var, xeyr. Var belə bir şey yok, kiminsə başına gəlib yok. Niyə maraqlanırsınız? Niyə soruşursunuz? Kimə lazımdır? Bu barədə hansı əsərdə oxudunuz, hansı kitabda oxudunuz, hansı alimin namus ikrahdır haqqında bircə kəlməsini oxudunuz, bu mövzuya qayıtdınız. Bu mövzu ilə məşğul olmağa başladınız. Heç kəs, heç bir alimdən bu barədə oxumayıblar, çünki heç bir alim bu barədə danışmayıb, sələfdən bu barədə danışan heç bir alim də yoxdur. Oturublar bekarçılıqdan, kafedə oturub ağıllarına gəlib başlayıblar bunu gündəm etməyə. Və bunun üzərində təşvirləşməyə, parçalanma, sağ ol, var ol. Veya bir kardeş sual verir. Deyir, niyetin pis değil, Allah'a həmd olsun, onu başa düşürəm. Deyir, axı, niyetin pis değil, sadece burada bazı insanlar birbirini təkfir edir. Nə üzərində, hansı məsələ üzərində? Əgər hakim, mühakimə edən, məhkəmədə hökm verən hakim kafir olarsa, amma şəriətlə hökm verərsə, ona mühakim olmaq olar mı, yoxsa yox? Qardaş, belə bir adam var, belə bir hakim tanıyırsınız ki, özü kafirdir, amma şəriətlə hökm verir. Xeyr, yoxdur. Və utanmırsınız bu məsələlərə dalıb bir-birinizi təkfir edirsiniz. Yəni, Allahdan heç qorxmursunuz. Olmamış, olmayacaq şeylər haqqında birbirinizi mükəlləf tutub, bunun üzərində hökmlər ihdas etmək. Yəni, Allahın dini budur. Yəni, tapmacadır. Sizin fərziyyələrinizə, fantaziyalarınıza uyğun gələn, fərz etdiyiniz
qıs ağlınıza gələn məsələləri cavablandırmaq üçün gəlib şəriət. Yoxsa sizin dünya və axirətiniz üçün vacib olan, mühüm olan məsələlər üçün gəlib. Yəni şəriət sizə maraqlı olan hər şeyə cavab vermək üçün deyil. Şəriət sizə maraqlı olan hər sualın cavabını araşdırmaq üçün deyil. Yəni, maraqlı gələn şeylər varsa bir-birinizlə tapmaca oynayın, crossword həll edin. Allah Əzzə və Cəllənin dini bunun üçün deyil. Yəni hər fitnə baş verəndə belə şeylərlə dəfələrlə şahid olduğumuz şeylərdir. Olmayan şeylər haqqında, məsələlərə mücməl olaraq kifayətlənmədən məsələlər haqqında, olmayan şeylər haqqında, məsələlərə daldıqca dalmaq, incəliyinə getdikcə getmək. Qardaş, bax, tutaq ki, sən falan yerə getdin, səni çağırdılar, getdin, orada sənə belə dedilər. Tutaq ki, sənə orada bunu dedilər, tutaq ki, onu dedilər, tutaq ki, dedilər falan şeyə imza at. Qardaş, olub belə şey, xeyr. Var belə bir şey, geçmişsən, səndən belə bir şey tələb ediblər, xeyr. Yəni, neyinirsən? Bütün fitnələrin, parçalanmaların, bölünmələrin, dindən uzaqlaşmaların səbəbi, ən böyük səbəbi budur. Boş-boş, fərziyələrlə, tutaq ki, belə oldu, tutaq ki, elə oldu, tutaq ki, sən ora getdin, sənə belə dedilər, tutaq ki, sən ora gəldin, sənə oradan belə dedilər, elə dedilər. Bu nədir? Yəni, belə, sələf belə yanaşıb məsələlərə. Olmayan şeyləri gündəm edib, insana lazım olmayan məsələləri gündəm edib, onu insanların gündəminə çevirən kəslər haqqında sələfin mövqeyi, müamiləsi bilirsiniz necə olub, qardaşlar? Belə kəslərlə həmən müamiləni etməsək, islah olmayacaq. Necə ki, İmam Malik rahiməhullah deyir ki, əvvəlkilərin islah etdiyi kimi islah etməyincə nicat yoxdur. Sa'ib ibn Yezid rahiməhullah buyurur ki, Ömər bin Xattab radiyallahu anhunun yanına bəzi adamlar gəlib belə dedilər. Ey möminlərin əmri, biz Quran təvili haqqında soruşan adamla rastlaşdıq. Biz Quran təvili haqqında soruşan adamla rastlaşdıq. Ömər radiyallahu anhu belə dua edir. Allahım, həmən adamı mənimlə qarşılaşdır. Mənə onun haqqından gəlmə imkanı ver. Bir gün Ömər radiyallahu anhu insanlarla yemək yeyərkən həmən adam gəldi və oturub yemək yedi. Yeməyi bitirəndən sonra belə deyir. Ey möminlərin əmri, and olsun sovurub qaldıranlara, and olsun yükü daşıyanlara ayəsinin mənası nədir? Zariyat surəsi 1-2 ayənin mənasını soruşur ki, bu ayədə qəsd olunan nədir? Ömər radiyallahu anhu deyir ki, hə, bu sənsən və qalxıb qollarını çirmələyir. Sonra həmin adamın paltarı əynindən düşənə qədər döyür və belə deyir. Ömərin nəfsi əlində olana and olsun ki, əgər başını qırxılmış görsəydim, boynunu vurardım. Sonra belə deyir. Bunun paltarını geyindirin və balaca bir qəfəsə qoyun. Sonra onu şəhərdən çıxarıb öz yaşadığı yerə aparın. Həmən adam ölənə qədər alçalmış şəkildə yaşayır. Çünki o vaxtı ilə öz qövmünün seçilmiş kəslərindən idi. Halbuki bu kəs vaxtı ilə öz qövmünün seçilmiş kəslərindən idi. İbn Battah rahiməhullah buyurur ki, ola bilər ki, qəlbi zəif, imanı az olan kəslərə qəribə gələ bilər ki, Ömər nə üçün belə etdi? Halbuki Allahın kitabından bir ayənin mənasını soruşan adama onun təfsirini izah etmək daha doğru deyildimi? Yəni adam gəlib sənə sual verir. Quranın bir ayəsi haqqında sual verir. Deyir, filan ayənin mənası nədir? Nə var ki burada? Onu niyə döyürsən ki? Adama qəribə gələr ki, onu niyə döyürsən ki? Sənə Allah Əzzə və Cəllənin nazil etdiyi bir ayənin mənası haqqında sual verir. Bilmək istəyir onu. Belə bir şübhə gəlir insana. İmam İbn Battah rahiməhullah buyurur ki, halbuki məsələ elmi az olanın başa düşdüyü kimi deyil. İnsanlar dinlərində anlayış sahibi olmaq və imanlarını artırmaq üçün sağlığında Allah Rəsulü sallallahu aleyhi və səlləmə, öldükdən sonra isə Raşidi xəlifələrə hicrət edərdilər. Allahın onlara fərz etdiyi fərzləri öyrənmək üçün hicrət edərdilər. Demək insanlar nə üçün hicrət edirdilər? Allahın onlara fərz etdiyi fərzləri öyrənmək üçün. Həmən adam Mədinəyə gələndə Ömər radiyallahu anhu başa düşdü ki, bu kəs bilməyin ona fayda vermədiyi, cahil qalmağın isə heç bir zərəri olmadığı şeylər haqqında suallar verən adamdır. Ömər radiyallahu anhu hətta bu kəsi cəzalandırır. Ki, demək ki, Allah Əzzə və Cəllənin bu ayəsi haqqında hər hansı bir ayəsinin mənası, and olsun sovurub qaldıranlara, bunun da qəsd olunan nədir? Hətta bu belə İbn Battah deyir ki, bunu bilmək heç fayda lazım deyil. Bunu bilməyin insana heç bir faydası yoxdur, cahil qalmanın da heç bir zərəri yoxdur. Qaldı ki, olmayan, olmamış falan şeyin hökmü nədir? Əgər sən belə olursa nə olur? Əgər sən elə olursa nə olur? Falan hakimin hökmü nədir?
Səndən falan şey istəsələr, birdən sənə belə şey desələr nə olur? Belə mənasız şeylərə dalıb, dinlərini, əqidələrini parça-parça eləyənləri görsəydi Ömər radiyallahu anhu gör necə davranardı. İbn Battah rahimehullah buyurur ki, həmən adam Mədinəyə gələndə Ömər radiyallahu anhu başa düşdü ki, bu kəs bilməyin ona fayda vermədiyi, cahil qalmağın isə heç bir zərəri olmadığı şeylər haqqında sual verən adamdır. Çünki ona vacib olan, fərz olan elmlər haqqında, dinin halal və haramları haqqında məsələlərdən maraqlanması idi. Ömər bildi ki, bu kəs Allahın ona fərz etdiyi şeylərə əhəmiyyət verməyən, özünə fayda verməyən şeylərlə maraqlanan kəsdir. Fikir verin qardaşlar. Deyir ki, Ömər bildi ki, bu kəs Allahın ona fərz etdiyi şeylərə əhəmiyyət verməyən, özünə fayda verməyən şeylərlə maraqlanan kəsdir. Bu nəyə dəlalət edir? Bu ona dəlalət edir ki, əgər bir kəs özünə fayda verməyən, özünə aid olmayan şeylərlə maraqlanırsa, mütləq özünə lazım olan şeyləri tərk etmişdir. Bir kəs Allahın dinində onu maraqlandırmayan, onun başına gəlməyən, onu bilməyin, onun bir cahil qalmağın ondan heç bir zərəri olmayan və olmayacaq şeylərlə maraqlanırsa, əgər belə olarsa nə olacaq, əgər elə olursa nə olur deyə özündən uydurduğu şeylərlə maraqlanırsa, mütləq özünə lazım olan, özünə fərz olan elmi tərk etmişdir. Çünki mümkün deyil ki, bir insan həm özünə lazım olan, həm də özünə lazım olmayan şeylərlə maraqlansın. Belə şey mümkün deyil. Bu Allah Əzə və Cəllənin insana verdiyi cəzasıdır, rəzalətidir ki, əgər bir insan özünə aid olmayan şeylərlə maraqlanırsa, mütləq özünə aid olan şeyləri tərk etmişdir. Allah Əzə və Cəllə ona fərz olan şeyləri ondan çəkib almışdır. Onun Quranın mütəşabih ayələri ilə məşğul olması, əqlinin qavramadığı, bacarmayacaq şeyləri eşələdiyinə görə qəlbinin dindən çevrilib həlak olmayacağından əmin deyildi. Ömər əmin deyildi ki, o kəs özünə aid olmayan şeylərlə, Quranın mütəşabih ayələri ilə məşğul olmaqla dindən qəlbi çevrilməyəcək. Bu səbəblə Ömər onun gedəcəyi bu həlak yolunu əvvəldən bildiyi üçün onun qarşısını kəsmək istəmiş və onu təkrar eyni səhvlərə düşməkdən qorumuşdur. Sonra İbn Battah rahimehullah buyurur ki, əgər soruşulsa ki, bəs Ömər, əgər başını qırxılmış görsəydim, boynunu vurardım sözünün hikməti nədir? Nə üçün belə dedi? Sənə belə cavab verərəm. Ömər radiyallahu anhu Allah Resulü sallallahu aleyhi və səlləmdən bu hədisi eşitmişdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, yaşları az, ağılları qıt bir toplum çıxacaq və insanların ən xeyirlilərinin sözlərindən danışacaqlar. Oxun yaydan çıxdığı kimi İslamdan çıxacaqlar. Deyildi ki, onların əlaməti nədir ey Allah Resulü? O belə cavab verdi, saçlarının qazıması, saçları qırxılı olacaq. Ömər radiyallahu anhu həmən adamın ona fayda verməyən şeylər haqqında suallar verdiyini eşitdikdə, Allah Resulü sallallahu aleyhi və səlləmin bəhs etdiyi əlamət onda varmı deyə başını açıb baxdı. Başını qırxılmış görmədikdə, daha çox sual verib, dərinliklərə dalıb, həlak olmasın, Allah Resulü sallallahu aleyhi və səlləmin bəhs etdiyi kəslərdən olmasın deyə onu ədəbləndirdi. Getdiyi yolun qarşısını kəsdi. Bəs bu həmin adama fayda verdimi? Bəli. Və həqiqətən də bu ədəbləndirmə ona çox fayda verdi. Nə zaman ki, xaricilər çıxdı, həmən adama gəlib falan xüsusiyyətdə əlamətləri olan bir toplum çıxıb dedilər. Dedilər ki, xaricilər çıxıb falan əlamətlər var. O da belə cavab verir. Heyhat, Allah mənə o salih adamın nəsiyyəti ilə fayda verdi. Allah mənə o salih adamın nəsiyyəti ilə fayda verdi. Kimdir o salih adam? Ömər ibn Xattab. Ömər ibn Xattabın onu döyməsini, özünü döyməsini nəsiyyət adlandırdı. Ömər onu döymüşdü. Hətta qanı başından topuqlarına qədər axmışdı. Amma nəticədə o özündən sonra faydasız məsələləri eşələyən, aşırı suallar verən hər kəs üçün bir örnək olmuşdur. Baxın, eyni hal bizim zamanımızda baş verir, yoxsa vermir? Hamı şahiddir. Dərinliklərə dalıb, hər şey haqqında maraqlanıb, hər şeyi küfür görən, hər şeyin üzərinə hökmlər bina edən, əqillərinə gələn, fantaziyalarında, fərziyələrində uydurduqları, əqillərində, qıt əqillərində uydurduqları hər şeyin hökmünü soruşan, falan şey küfürdürmü, falan şey küfür deyilmi, ona dalan, onu küfür görən, küfür görməyən məsələlərinə dalan kəslər, hansı ki olmayan, olan şeylər haqqında biz danışmırıq. Olan şeylər haqqında Allaha həmd olsun danışılıb, əqidə məsələləri danışılır və bu qəti əqidə məsələləri bəllidir.
O şey ki, bu baş verməyib. Sadəcə əgər birdən belə olarsa, əgər belə olmazsa, əgər sənə belə deyərlərsə, falan şey ikrahdandırmı? Belə şeylərə dalıb və bunun üzərində hökmlər ihdas edənlərin halına baxın. Öz qıt əqilləri ilə daldılar, sonra onun altından çıxa bilmədilər, onun yükünü daşıya bilmədilər. Yarısı Qurani oldu, yarısı ateist oldu, yarısı hansı vəziyyətə düşdü, haralara daldı, Allah bilir. Ömər radiyallahu anhu o zəkası ilə, o elmi ilə başa düşürdü ki, belə məsələlərə dalan kəsin sonu bu olacaq. Ona görə onu vaxtında ədəbləndirdi. Ona görə qardaşlar, müsəlmana vacibdir ki, belə məsələlərdən uzaq olsun. Dinini qorumaq istəyirsə, belə şeylərdən, olmayan şeylərdən və ya özünə fayda verməyən şeylərdən uzaq olsun. Onlarla maraqlanmasın, o məsələlərin dərinliyinə dalmasın. İnsanları həlak edən, bizdən əvvəlkiləri həlak edən şey bu olub. Ki, yuxarıda imam buyurdu ki, 4 növ insandan çəkinin, 4-cüsü kimdir? Dinlərində dərinliyə dalanlar. Bizə də vacibdir ki, belə şeylərdən uzaq olaq və belə kəslər varsa, onlardan uzaq olaq, onlardan çəkinək, onlardan çəkindirək, onlarla oturub durmayaq. Bu həm də onların faydası üçündür. Rufeyl bin Əbi Kəsir rahimehullah buyurur ki, bir gün Ali bin Əbi Talib radiyallahu anhu məndən istədiyinizi soruşun dedi. Bir nəfər qalxıb dedi ki, aydakı qara ləkələr nədir? Ali radiyallahu anhu belə cavab verir. Anan səni itirsin. Bəddua edir. Anan səni itirsin. Dünya işlərindən və axirət işlərindən sənə fayda verən şeylərdən niyə soruşmursan? Nəyinə lazımdır aydakı qara ləkələr? Eyni adamlar, qardaşlar, bizim zamanımızda yoxdurmu? Var. Aylarla, illərlə dünya düzdür, yoxsa dünya yumrudur, kürədir deyə ixtilaf edirlər. Və bunu din hesab edirlər. Və bunu təqva hesab edirlər. Necə ki, İbn Qayyim rahimehullah buyurur ki, insanlar bir çox həmin o bidət əhli aid olmayan, dindən bilinməsi zəruri olmayan şeyləri din hesab edərlər və onu qurdalayarlar, onu eşələyərlər, onun dərinliklərinə dalarlar və bunu təqva hesab edərlər. Və bu məsələlərə dalarlar. Bugün həmin insanlar yoxdurmu? Var. Biri bir ayə gətirir, dünyanın düz olduğu haqqında ayə gətirir. Öz əqli ilə. Güya ki, bu ayə dünyanın düz olması haqqında qəti bir ayədir. Hətta deyil, qəti, möhkəm bir ayə. Digəri də başqa bir ayə gətirir, dünyanın əyri olması haqqında, dünyanın yumru olması haqqında qəti, möhkəm bir ayə. Adını da belə qoyur, qəti, möhkəm bir ayə. Və bunun üzərində hökmlər ihdas edirlər. Bunun üzərində bir-birini təkfir edirlər. Bir-birini mübtədi deyirlər, bir-birinə zındıq deyirlər. Yəni, belə bir insanların həlak olması şübhəsiz ki, qaçınılmazdır. Necə ki, eyni şey Ali bin Əbu Talibin zamanında. Adam sual verir, aydakı qara ləkələr nədir? Yəni, Allah səni bunu bilməklə, bunu araşdırmaqla mükəlləf tutmayıb. Allah Əzzə və Cəllə səni heç yuxarıdakı Ömər qissəsindəki ayənin mənasını bilməklə mükəlləf tutmayıb. Əgər tutsaydı, Ömər radiyallahu anhu həmən adamı döyməzdi. Yəni, bu sapıqlar isə deyil özlərini bununla məşğul etmək. Bunun üzərində şəri hökmlər qururlar. Bir-birini təkfir edirlər. Azğınlığın həddinə bax. Yəni, Ömər radiyallahu anhunun zamanında yaşasaydılar, bəlkə də bu kəslərin kəlləsi çoxdan getmişdir. İbn Battah rahimehullah buyurur ki, alimlərlə ağıllı kəslər belə idi. Onlara sual verən kəslərin suallarına baxardılar. Bilmələrinin fayda verməyəcəyi, cahil qalmağın isə zərər verməyəcəyi suallara cavab verməzdilər. Zaten verəcəkləri cavab sual verənlərin çoxsunun qavramayacağı, dərk edə bilməyəcəkləri cavab olacağı üçün onlara cavab verməzdilər. Bəzən də sual verənə mane olar, onu azarlayardılar. Yəni, bu da həmçinin qardaşlar, dəvətçilər üçün, biz dəvətçilər üçün də bir dərs olmalıdır. Verilən hər suala cavab verməməliyik, verilməməlidir. Bu xətalarımızdan dönməliyik. Onların bu boş-boş şərli suallarına cavab versək, eyni şərə şərik olmuş olacağıq. Yəni, biz hər vəsvəsəli kəsin vəsvəsəli suallarına cavab vermək məcburiyyətində olmamalıyıq. Hər bekar adamın ağlına gələn, bilməyin ona heç bir faydası olmayacaq. Əksinə, cavab aldığı zaman cavabın içərisindən başqa lazımsız suallar kəşf edib, biraz da dərinliklərə dalan kəslərin suallarını cavabsız qoymalıyıq. Əks halda bizdə bu vəbalı daşıyacağıq. Ona görə İbn Şübrümə rahimehullah buyurur ki, minəl məsail, məsailu la yecuzu lis-sail.
elə məsələlər var ki, suallar içərisində elə suallar var ki, onu soruşmaq caiz deyil. Məsələlər içərisində soruşulması caiz olmayan suallar vardır. Ən yəsələ anhə, o haqda soruşmaq. Və lə lil məs'ul ən yucibə anhə. Və bu haqda cavab verməyin də caiz olmadığı suallar vardır. Elə suallar vardır ki, ona cavab vermək də caiz deyildir. İbn Məs'ud radiyallahu anhu buyurur ki, Mən əftən nəsə fi kullu mə yəstəftunəhu fəhü məcnun. İnsanlara fətva soruşduqda hər məsələyə cavab verən kəs məcnundur. Hər məsələyə fətva verən kəs məcnundur. Yenə İbn Məs'ud radiyallahu anhu buyurur ki, İzə əradallahu bi'abidin xayran səddədəhu və cəalə sualəhu ammə ya'nihi və ilməhu fīmə yənfəuhu. Allah bir qulu üçün xeyir dilədikdə, xeyir istədikdə onu düzəldər, onu istiqamətləndirər, onu yönəldər və suallarını onu maraqlandıran suallara çevirər. Ona elə suallarla məşğul edər ki, həmin suallar ona fayda verir. Elmini də ona fayda verən yerlərə yönəldər. Yəni, insanın ona lazım olmayan şeylərlə maraqlanması, olmayan şeylər haqqında sual verməsi, haqq yolundan azmasının ən böyük səbəblərindən biridir. Yahya bin Muaz radiyallahu anhu buyurur ki, şübhəsiz, Rəbbimiz bəzi şeyləri göstərmiş, bəzi şeyləri də gizləmişdir. İmanın gücü ilə qorunanlar Allahın bildirdiyini qorumuş, gizlədiyi şeyləri də tərk etmişlər. Onun gizlədiklərini bilmək istəyənlərə gəldikdə isə, onlar ləkələnmiş və həlak olmuşlar. Onun əmrlərini tərk etmək, onları azğınlıq sərhəddinə sürükləmiş, nəticədə qəlblərə əyilmişdir. Yəni, demək ki, insanın həmin o yuxarıda dediyimiz şərli suallar, bu iki növ sual hansılardır ki, ona fayda verməyən və cahil qalmağın da ona zərəri olmadığı və olmayan şeylər haqqında suallar verməsinin nəticəsi nə olur? Azğınlıq sərhəddinə sürükləmək və qəlblərinin dindən əyrilməsi. Haris Əl-Muhasibi buyurur ki, Sualul abdi ammə la ya'nihi xuzlanun min Allah azza və cəllə. Qulun özünü maraqlandırmayan şeylərdən soruşması, qulun özünə aid olmayan, lazım olmayan şeylərdən soruşması ona Allahdan bir rəzillikdir. Onun üçün Allahdan bir rəzillikdir. Yenə Tavus rahimehullah buyurur ki, İnni lə ərhamul ləzin lə yəsəlunə ammə ləm yəkun mimmə əsmə'u minhum. Buyur ki, mən sələfdən eşitmədiyim şeylərdən mənə sual verən kəslərə yazığım gəlir. Mənim yazığım gəlir ki, sələfdən eşitmədim, sələfin danışmadığı, sələfdə baş verməmiş şeylərdən mənə sual versinlər. Həmin kəslərə yazığım gəlir. Yəni, yuxarıda dediyim kimi, elə məsələlərdən soruşurlar, elə suallar verirlər, elə məsələlərə dalırlar ki, deyirsən ki, qardaş, bu verdiyin sual haqqında hər hansı bir kitabdan, sələfdə baş verən bir, sələfin yazığı hər hansı bir kitabdan bircə cümlə oxumusanmı, xeyir. Sələf bu barədə bir kəlmə, bir hərf danışıbmı, xeyir. Və sən niyə soruşursan, sən niyə maraqlanırsan? Tavus rahimehullah deyir ki, mənim yazığım gəlir belə kəslərə. Nə üçün yazığı gəlir? Çünki məhv olub gedəcəklər. İbn Battah rahimehullah arxasınca buyurur ki, Allah sənə rəhm etsin, ey qardaşım. Bu ağılları hidayət yolundan azmış, çaşqın-çaşqın dolaşan toplumun halı necə də qəribədir. Allah Əzə və Cəllənin onlara vacib buyurduğu ibadətləri tərk edib, nə bir kitabda olmayan, nə də sələfdən heç kəsin danışmadığı mövzulara yönəldilər. Sonra isə tamamilə bu məsələlərlə məşğul olub, bütün görüşlərdə bu məsələlərin üzərində cəm etdilər. Bu görüşlərini bir din edib, insanları ona dəvət etməyə başladılar. Bununla kifayətlənmədilər. Özlərinə müxalifət edənlərə düşmənçilik etməyə başladılar. Dinləyin, sapıqlıq əhlinin elmi, Quranın açıqlamadığı, sünnətin də araşdırmağı icazə etmədiyi məsələlərdə insanın özünü yük altına soxmasıdır. Sapıqlıq əhlinin elmi nədir? Quranın açıqlamadığı, sünnətin də araşdırmağı icazə etmədiyi məsələlərdə insanın özünü yük altına soxmasıdır. Balaca, axmaq və zəif ağlı ilə Allahın gizlədiyi sərhəddə hücum etməsidir. Allah Əzə və Cəllənin vəhiy ilə zikr etmədiyi və sünnətdə açıqlaması olmayan hər məsələ Allahın gizli elmidir. Buna görə də ağıllı mömin özünə faydalı şeyləri öyrənməyə yönəlməli, mükəlləf olmadığı məsələləri araşdırmaqla özünü yükləməməlidir. Kim ondan tələb olunanı tərk edib, mükəlləf olmadığı şeylərə yönələrsə, Allah Əzə və Cəllə onu mübahisə dənizinin dalğalarında boğar və onun üçün Rəbbinə kafir olma qapılarını açar.
Sübhanallahul azim. Ne buyurur imam? Kim ondan tələb olunanı tərk edib, səndən soruşulacaq. Qiyamət günü səndən soruşulacaq əməllər, qəbirdə sənə veriləcək suallar, etdiyin əməlləri, edəcəyin əməlləri tərk edib, sənə vacib olan əməlləri tərk edib, sənə bilinməsi zəruri olan etiqadla kifayətlənmədən dərinlərə dalmağı qadağan edən məsələlərə dalarsansa, Allah Əzzə və Cəllə mübahisə dənizinin dalğalarında həmin kəsi boğar və onun üçün Rəbbinə kafir olma qapılarını açar. Ey müsəlmanlar, Allahdan qorxun. Qəti etiqadı şübhəyə düşürən şeylərdən sual verməyə, araşdırmağa son verin. Çünki bunlar nə dinin fərzlərindən, nə də müsəlmanların yollarındandır. İnsanları Allahın kitabına və Rəsulunun sünnətinə çağıranlara yox, öz uydurduğu görüşlərinə çağıranlara qulaq versəniz, özünüzü heç vaxt dində əmin tapmazsınız. Salih sələfin sizə bildirmədiyi şeylərdən sual verməyin. Həqiqətən Allah Əzzə və Cəllə əqillər üçün bir sərhəd təyin etmişdir. O halda Quranın söylədiklərini söyləyin, sizə problemli gələn məsələləri bilənlərə həvalə edin. Beləliklə afiyətə qovuşmuş və açıq aydın yola girmiş olarsınız. Yəni, qardaşlarım, bu məsələdə hər birimiz üçün böyük ibrətlər var. İbrət alıb özünü düzəldənlər nə xoş halına, ibrət almayıb yenə əvvəlki vəziyyətində özündə lazım olmayan, mənasız, olmayacaq şərli suallarla dalan kəslər isə imamın dediyi kimi Allah Əzzə və Cəllə ona kafir olma qapılarını açacaq. Allah Əzzə və Cəllə bizləri həddini aşmaqdan, sələfin yolundan azmaqdan qorusun. Sübhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka və etûbu ileyk.